Arif Buzovnalı, belə deyək də, o uşaqlıqdan ədəbiyyat ruhunu olub. Onun yazdığı şeylər, onun bir neçə kitabları var, məndə var, özü üstün yazıb, hədiyyə olaraq verib. Onun düşüncə tərzi, dünyanı dərk eləmə məqamı çox özünə məxsus idi. Hər adamda o düşüncə tərzi, dünyanı qavrama tərzi hər adamda olduğu kimi döyürdü. Arif dünyanı poetik gözlə, şairanə dərk eləyirdi. Lakin o şairanəlikdə, o poetiklikdə real həyat çizgiləri özünü hələ göstərirdi ki, insan onun şeirlərini, onun bir beytini, bir misrasını dinləyəndə özünü başqa aləmdə hiss eləyirdi. Arif Buzovnalını başa düşmək üçün, məsələn, mən indi Füzuli ilə müqayisə eləmirəm, o əlbəttə ki, mümkün deyil. Məsələn, Füzulinin əksər şeirləri klassik ifadələrlə, sözlərlə yazılıb. Lakin Arif Buzovnalının şeirləri bu gün bizim başa düşdüyümüz, anladığımız dildə, sözlərlə yazılıb, lakin məna çəkisi çox böyükdür onların. Məna çəkisi çox böyükdür. Arif özü də bizim təkcə rayonda yox, ümumiyyətlə poeziya sevərlər içərisində öz mövqeyi olan bir insan idi. Çox yumşaq adamdır, həlim adamdır, şirin adamdır. Heç kəsin qəlbinə değməzdi.